hansı yerdə ki, qadın yoxdursa, o cəmiyyət qabağa gedə bilməz. Görürsüz, cəmiyyət onda ruhlanır ki, qadınlar səslərini çıxardır, qadınlar etiraz eləyir. O cəmiyyətə həqiqətən böyük ruh verir, həqiqətən ruh verir. Məhkəmə hasarlarını belə örtüblər ki, jurnalistlər o məhkəməyə gələn siyasi məhbusların gülüşünü cəmiyyətə çatdıra bilməsin. Bizim bir rahat, xoş günümüz olmur. Təsəvvür ki, biz evdə nəsə söhbət eləyirik. Hər cümləmiz, hansı bir xatirə ilə bağlı danışında, gəh ona deyir ki, onda ata həbsdə idi, onda Nigar həbsdə idi, bu hadisə olanda onda Seymur həbsdə idi. Nigar Həzi müasir Azərbaycan qadınının mübarizə simvollarından biridir. Dəfələrlə ən yaxın şəxslərinin, ailə üzvlərinin həbsi ilə qarşılaşıb, özü də məhkumluq həyatı yaşayıb. Buna baxmayaraq mübarizəsindən heç vaxt geridə qalmayıb. Hətta yaxın günlərdə barəsində hökm oxunacağı gözlənilən atası Tofiq Yaqublu hökmün müddətindən asılı olmayaraq aclıq aksiyasına başlayacağını bəyan etdiyi gün Nigar Həzi ona dəstəyini dilə gətirib. Həbsdə olan odur, əziyyəti çəkən odur, məhrumiyyətdə olan odur. Mən atama görə bəli, onun üçün hər şey eləyərəm, amma azadlıq məsələsinə gələndə o onun haqqıdır. Acı və qisas eləyəcəksə biz ona sona qədər arxasında olacaq və ona dəstək olacaq. Aydındır ki, heç bir mübarizə təsadüfi deyil. İctimai fəal ailəsindən aldığı bu mübarizə əzmini davam etdirməkdə qərarlıdır. Nigar Həzi qadınların səsinin, etirazının cəmiyyətə ruh verdiyinə inanır, həbs edilən qadın jurnalistlərin gülüşünün ilham qaynağına çevrildiyini vurğulayır. Ümumiyyətlə, ölkədə insan hüququ deyilən bir şey yoxdur. Nəinki insan hüququ, nə azadlı məhkəmə var, nə azad media var, nə sərbəst toplaşmaq azadlığı var. Ümumiyyətlə, demokratiyanın dısı belə yoxdur bu ölkədə və heç bir şey yoxdur. Belə olan halda istər qadın olsun, istər uşaq olsun, istər kişi olsun, yəni heç kəsin haqları qorunmur, müdafiə olunmur və heç kəsin haqlarına da hörmət olunmur. Ancaq söhbət İndiki dönəm üçün daha aktual olduğu üçün söhbət qadın haqlarından gedəndə əlbəttə ki, ölkədə heç bir qadın haqları qorunmur. Biz bunu tək siyasi fəaliyyətlə bağlı demirik, eyni zamanda məişət zorakılığından da bağlı deyə bilərik. Hörmətli vəkil Zibeydə Sadıqova hər gün təəssüf ki, qadın intiharları, qadın ölümləri ilə bağlı hər gün bununla bağlı statistik məlumatlar paylaşır və aylıq məlumatlar paylaşır. Həqiqətən də bu statistik olaraq çox dəhşətli bir rəqəmlərdir. Zaman-zaman repressiyalar yəni davam etdikcə o vəziyyətə gəldi çıxdı ki, ölkə artıq nəfəs alınmaz bir vəziyyətə gəlib çıxdı. Dayanmadan bu qədər fasiləsiz olaraq gənc qızların tutulması, xüsusən də jurnalist qızların tutulması nə deməkdir? Və əminəm ki, və bugün o qaçaqmalçı damğasını həbs elədiyi o gənc qızlar, jurnalistlər, hakimiyyət bircə dənə də olsun belə ortaya nə fakt, nə sübut qoya bilmirlər. Əgər həqiqətən təsəvvür edin ki, belə bir cinayət baş vermiş olsaydı, istər siyasi fəaliyyətlə məşğul olan olsun, istər fərqi yoxdur. Kimləri həbs ediblərsə, siz əmin olun ki, bugün bütün ASTV-lər, dövlətin ASTV-ləri bar-bar bağırırdı. O ki, deyirlər ki, Azərbaycan cəmiyyəti qadınlar çox dəyərlidir, qadın toxunulmazdır. Amma bütün bunların mif olduğunu görürük. Yəni, bugün biz qadın olaraq, bugün məhkəmə qarşısında həmişə o sual olur ki, siz yorulmadınız gəlməkdən, getməkdən. Əlbəttə ki, məhkəməyə getmək xoş bir şey deyil. Hər həftə həbsxanaya getmək xoş bir şey deyil. Çünki biz də istəyirik normal həyat yaşayaq. Bunun üçün də mübarizə aparırıq. Bugün bu çəkdiyimiz əziyyətlər ona görədir. Ancaq biz kefimizdən ora getmirik ki, bizi ora məhkum eləyiblər. Yəni, Tofiq Yaqublu həbsdə olmasaydı, mən niyə həbsxanaya gedirdim? Və yaxud da Seymur Həzi həbsxanada olmasaydı, mən niyə həbsxanaya getmək məcburiyyətində olurdum? Mən niyə məhkəmələrə getmək məcburiyyətində olurdum da? Həmişə mənə deyirlər ki, sən məhkəmə həmişə gülə-gülə gəzinir. Mənim üçün çox adiləşib artıq. Yəni, bu ilk dəfə deyil. Əlbəttə ki, haqsızlığı görürsən, əsəbləşirsən. Yəni, istər-istəməz xoşovqatda olmursan. Ancaq bunun müqabilində oyunu qaydalarına görə oynadığını düşünürsən ki, mübarizə aparırsansa, bəli, sən haqq sözünü deyirsənsə, indiki rejimlə mübarizə aparırsansa, bunun yolu budur. Yəni, möhkəm olmalısan, sən şərəfli bir işlə məşğulsan, ləyaqətli bir işlə məşğulsan və haqq uğrunda mübarizə aparırsan, ona görə də biz daha rahatıq. Biz bu illər ərzində həqiqətən atamızla bərabər çiyin-çiyinə mübarizə aparmışıq. Atamız harda olub, istər həbsxanada, istər məhkəmədə, istər mitinqlərdə, istər meydanda, həmişə biz onun yanında olmuşuq.
Nərgizlə biz uşaqlığımızdan həqiqətən biz o meydanlarda böyümüşük. Mən düşünürəm ki, biz o dövrdə fərqli bir ailədə olsaydıq bəlkə belə olmazdıq. Amma biz Tofiq Yaqublu'nun qızları olduğumuz üçün biz daima meydanlarda olmuşuq. İlk dəfə yadıma gəlir, biz Nərgizlə 30 aprel 2009-cu il Adna terrorunun təzə olmuşdu və dövlət bununla bağlı matəm elan eləməmişdi və bununla bağlı aksiya keçirilir. Biz ilk dəfə icazəsiz aksiya orada keçmişik və bizim üçün onda polis qorxusu, ay polis bizi vurar, tutar, elə o mif bizim üçün o gündən dağıldı. Bir qadın kimi bütün qadınlar istisnasız olaraq bütün qadınlar hər kəs özünə xoş gün, xoşbəxt gələcək, gözəl ailə, qayğısız, sağlam həyat istəyir. Hər kəs istəyir. Eyni zamanda onu mən də istəyirəm. Məsələn, mənim üçün düzdür o bacıdan sonra oldu. Mənim üçün ən birinci həmişə gəlir ki, ilk öncə sağlıq, xoşbəxtlik və qayğısız həyat. Bunlar olanda çünki biz o qədər o problemlərin içində qaynayırıq, o qədər o problemləri, əziyyətləri çəkirik ki, kənardan bu görünməyə bilər. Biz özümüzü heç vaxt kimisə yanında aciz vəziyyətdə olduğumuzu göstərməmişik heç vaxt. Amma bizim də ən qədər çətinliklərimiz var. Bizim də ən qədər qayğılarımız var. Bütün günü fikirləşirsən, iş yox, gəlir yeri yox, o problemlər çox, bunu necə həll eləyəsən, onu həll eləyəsən. Amma düşünürsən ki, ancaq sən ləyaqətli ömür yaşayırsan, sən şərəfli ömür yaşayırsan, sən harasa gedəndə sənə hörmətlə qarşılayırlarsa və sənin gördüyün bu işin fonunda, yəni bu işə görə sənə rəğbət bəsləyirlərsə, o artıq mənəvi rahatlıq adama bəs eləyir ki, həqiqətən sən doğru yoldasan. Atam belə öz deyir ki, mən həbs olunanda düşündüm ki, Nigar oradadır, yəni Nigar buradadır. O mənə bəs elədi ki, yəni mən rahatam ki, Nigar buradadır. Sözsüz ki, məsuliyyətdir, çətindir. Düşünürsən, bir həbsdəkini düşünürsən, bir evdəkini düşünürsən, bir özünü düşünürsən, öz ailəni düşünürsən belə və bir sürü problem var, onu həll eləməlisən, bunun dalınca qaçmalısan, eləmirsən. Yox, deyim ki, yorulmuşam, yorulmamışam. Sadəcə bu proseslərdən deyirəm ki, bu proseslərdən sağ-salamat çıxmaq. Qalan hər şeyə çarə olur. Yalnız ölüm itimi olmasın, ona çarə olmur. Amma qalan hər şeyə biz çox bizim məsəl üçün Yaqublu ailəsi deyək də, bizim ailəmizin başına gələnlər və hər kəs deyir ki, bu qara zolaqdan çıxmırlar və həqiqətən də o uzun illərdir o davam edir və bizim bir rahat, xoş günümüz olmur. Təsəvvür ki, biz evdə nəsə söhbət eləyirik, hər cümləmiz, hansı bir xatirə ilə bağlı danışında, gəh ona deyir ki, onda ata həbsdə idi, onda Nigar həbsdə idi, bu hadisə olanda, onda Seymur həbsdə idi, onda mən həbsxanaya getmişdim. Bütün xatirələrimiz çox təəssüf ki, həbslə bağlıdır. Yadıma gəlir ki, bax 2009-cu ildə o Adna terroru olan vaxtı biz aksiyalara çıxanda barmaqla sayılacaq qədər qızlar aksiyaya çıxırdı və hətta belə qızların aksiyaya çıxması belə sensasiya yaradırdı ki, ayda qızlar da aksiyaya çıxıblar evlər. Bax, niyə məsəl üçün dövlət idarələrində, məsəl üçün dövlət idarəçiliyində məsəl üçün kvorum olur ki, məsələn 25% qadın olmalıdır, bu qədər olmalıdır. Hansı yerdə ki, qadın yoxdursa, o cəmiyyət qabağa gedə bilməz. Görürsüz, cəmiyyət onda ruhlanır ki, qadınlar səslərini çıxardır, qadınlar etiraz eləyir. O cəmiyyətə həqiqətən böyük ruh verir, həqiqətən ruh verir. Məsəl üçün, indi deyə bilməz, heç kim deyə bilməz ki, qadınlar qorxurlar və kişilərlə çiyin-çiyinə meydanlarda mübarizə aparmırlar. Xeyr, elə deyil, əksinə qadınlar daha öndədirlər. Kim həbs olunanda həmişə o həbsxana qayğıları yadıma düşür ki, necə çatdıracaqlar. Çünki özüm bilirəm ki, bu həbsxana, sovqat aparmaq, hər həftə həbsxanaya getmək çox çətin məsələdir. Maddi olaraq çox çətindir. Bu yükün altından qalxmaq çox çətindir və kim həbs olunanda ilk ağlıma gələn odur ki, görəsən onu necə həll edəcəklər, necə olacaq? Təsəvvür ki, ailənin imkanı yoxdur. Bir adamı həbsdədir və digəri də həbs olunsa, ailə batar. Həbsdə olan qızlarımızın məhkəməyə belə pozitiv, gülə-gülə gəlməsi, qızların o gülümsəmələri, o mesajlar, o xoş sözləri, onlar onu göstərir ki, onlar qorxu mühitinə yox, əgər təsir əks təsirə bərabərdir. Tam əksi oldu. Məsələn, o Xətai rayon məhkəməsində ki, hansı ki, onlarla suçsuz insanın şərlənməsinə də iştirakçı olub o məhkəmənin hakimləri bugün o məhkəmə hasarlarını belə örtüblər ki, jurnalistlər
o məhkəməyə gələn siyasi məhbusların gülüşünü cəmiyyətə çatdıra bilməsi, onun sözünü, mesajını cəmiyyətə çatdıra bilməsi, bunun hamısı ondan irəli gəlir.